Bu şeir Şamaxı şəhəri Ovçulu kəndinin şəhidi Kərimov Haqverdiyə həsr olunur. Şeirin müəllifi Şölə Riyad. Fit çaldı maşınlar uzun uzadı. Hamı bir-birinə dəyib qaynadı. Ananın yadından çıxdı öz adı. Ana yandığından durub oynadı. Toyunu gözlədi ana il boyu. Kimisə gözaltı etmişdi bəlkə. Bir qızın sevgisi, sevinci, toyu səninlə cəbhəyə getmişdi bəlkə. Hamı bu dünyadan bir vaxt köçəcək. Kimi xəstəlikdən, kimi qəzadan. Tanrı yaxşıları bir-bir seçəcək, sonra ad verəcək özü təzədən. Sənin xəbərini eşidən kimi, ovçulu diksindi, yuxusu qaçdı. Qanınız torpağı isidən kimi, solmuş qərənfillər yenə gül açdı. Ölmədiniz, əksinə siz yaşayırsınız. Vətən sizin ilə fəxr edir şəhid. Vətənin adını siz daşıyırsınız. Sizin arxanızla iz gedir şəhid. Bir an düşünmə ki bizə asandı. Nə də vətən üçün bu asan oldu. Şəhidlər elə bir zirvə qazandı. Şəhidlik Allaha birbaşa yoldu. Şəhidlik Allaha birbaşa yoldu.